Görürsüz Allah nə buyurur? Buyurur ki, əgər bir insan tamam üzünü dünyaya tutsa və bilərəkdən dünyaya tərəf getsə, dünyada müvəffəq olacaq. Dünyanı deyir elə yaratmışam ki, bütün istəklərinə çatacaq. Amma xəbəri olsun ki, axirətdə o od onun sahibi olacaq. Sual veririk. İlahi, mən dünyanı seçdim deyə, sənə tərəf gəlmədim deyə, sən də mənə od verəcəksən, hə? Olmazdı ki, elə mən burada da müvəffəq olam, sən də mənə heç od verməyəsən. Məlum məsələdir ki, ontoloji olaraq izah edəsək, deyəcəyik ki, məsələ Allahın özünə aid deyil. Belə deyil ki, Allah da ondan küsdü, nəuzubillah, və dedi ki, mən də sənə od verəcəm. Belə deyil. Görürsüz, mən burada istəyirəm ki, dünyanın necəliyini gündəmə gətirək hələ. Görürsüz, deməli dünya bir yerdir ki, ancaq üzünü ora tutsan, o səni elə bir vəziyyətə salar ki, sənin axirətdə od nəsibin olar. Nəinki Allah insana od verir. Bu cəfəngiyatı yadımızdan çıxartmalıyıq da. Bu cəfəng sözlərdir ki, Allah baxır bu dünyada, ya orada belə şeylər yoxdur. Hər orada nə olacaqsa axirətdə, hamısı bu dünyada etdiyin təbii nəticəsidir. Vəssalam.